Müstəqil müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir. O vaxt Azərbaycanda xaos hökm sürürdü, bugün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi, bugün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı, bugün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bugün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. Niyə məhz o vaxt deyirik? Çünki o vaxt Azərbaycanı yer üzündən silmək istəyən qüvvələrin dövrü idi və ölkəni xilas edə biləcək tək şəxsiyyət var idi. Onun da adını çəkmək hər vətəndaşın hünəri deyildi. Bu cəsarəti özündə toplayan, bütün olacaq təzyiqləri gözə alan, o dövrdə polis rəisi vəzifəsində çalışan millət vəkili Cahangir Hüseynov oldu. Dərəbəyliyin baş alıb getdiyi bir zamanda ali tribunadan Heydər Əliyevi vətənə dəvət edən Cahangir Hüseynov heç bir məmurun ata bilməyəcəyi addımı atdı. Biz bax bu zabit şərt oğlanı özümüzə düşmən eləmişik. Gəlsin, otursun bizdən iştirak eləsin. Biz de ona baxalım, bizdən böyükdür, hamımızdan böyükdür. Ben elə gəlir ki, buradan yoksan olmaz. Burada gəlin oyunları qutaraq. Bu oyunlar başlayıb 88-ci ilin fevral ayından. Keçən ilin may ayının 18-də biz burada Ali Səviyyədə sədr seçəndə qaldırıb baxa bilərsiniz. Mən çıxış elədim, göstərdim ki, gəlin dövlət şurası yaradaq. Bugün bizim respublikamızı bir dənə vahid qüvvə var, o da Heydər Əliyevdir bu çətinlikdən çıxartmağa. Ya onu Ali Səviyyədə sədr seçməliyik, ya dövlət şurası yaradıb onu sədr təyin eləməliyik. Qutarmaq lazımdır bu oyunları. Yalandan hərə gəlib 1 il, 5 ay, 3 ay Ali Səviyyədən sədri işləyib Respublikanı bu çətin vəziyyətə salmasın. Artıq Respublikanın torpaqlarının onda bir hissəsi gedib və hücumlar da davam edir. Artıq qardaş qırğını var. Əlimiz qana batıb. Düzgün danışmaq lazımdır. İndi də oyun oynayırıq. Kimsə öz vəzifəsinə görə, kimsə öz keçmiş ambisiyalarına görə, kimsə öz çətinliklərinə görə. Mən üzümü Heydər Əliyevə tuturam. Bizim ağsaqqalımızsınız, böyümüzsünüz Heydər Əliyev. Ancaq sizdən bir xahişim var. Gəlin bu xalqa, bu millətə siz bir ata kimi, bir böyük kimi rəhbərlik edin. Siz bu millət çətin vəziyyətdədir, bizi Fələstinin gününə salıblar. Bizim milləti çox acınacaqlı vəziyyət gözləyir. Bizim təhlükəli düşmənimiz ermənilər o qədər də sadə düşmən deyil. Konstitusiyanın 121-ci maddəsinin 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası prezidenti bu və ya başqa səbəblərə görə öz vəzifələrini daha icra edə bilmədikdə Azərbaycan Respublikasının yeni prezidenti seçilənədək onun səlahiyyətləri Azərbaycan Respublikasının Ali Səviyyətinin sədrinə keçir. Biz bugün bütün səlahiyyətləri, yəni prezidentin səlahiyyətlərini Ali Səviyyətinin sədrinə konstitusiya əsasında verməliyik. Bugün Heydər Əliyevdən danışmaq ən çox onun haqqıdır. Xilaskarın silahdaşı olan Cahangir Hüseynov xatirələrini bizimlə bölüşdü. 12 dekabr bugün Ulu Öndərimizin anım günüdür. Əlbəttə, bugün o qədər danışmaq olar, Ulu Öndər barəsində xatirələri, indiki Azərbaycanın durumunu, keçmiş illər əlbəttə. Bunlara mən vaxt ayırmaq istəmirəm. Birinci növbədə mən onu deyərəm ki, Heydər Əliyev Türk dünyasının, İslam aləminin, Sovetlər İttifaqının ən böyük, ən güclü şəxsiyyətlərindən biri olub. Təəssüflər olsun ki, 87-ci ilin axırlarında ermənilərin Qarabağda törətdikləri əməllərə görə Heydər Əliyev siyasi bürodan uzaqlaşdırıldı. Və çox təəssüflər olsun ki, həmin vaxtı Moskvanın rəhbərliyi Azərbaycanda oturan bizim rəhbərliyimizə təsir etdilər ki, Heydər Əliyevi necə deyərlər, Azərbaycan siyasətindən, ictimaiyyətindən, necə deyərlər, kənarlaşdırsınlar. Çox təəssüflər olsun ki, bizim də bəzi siyasi xadimlərimiz, dövlət rəhbərlərimiz, hətta eləyim, ictimai xadimlərimiz, təbii də mən bunların hamısını xatırlayıram o devirlərdə. Mən də Azərbaycan siyasətində olmuşam, Ali Səviyyətin deputatı olmuşam, həmçinin də gənc bir polis rəisi idim Ağdaş rayonunda. 92-ci ildə çox çətin bir vaxt idi. Fövqəladə sessiyada Xocalı ilə bağlı demək olar ki, ölkədə çox xaotik bir vəziyyət yaranmışdı. Və Heydər Əliyevin adını tutmağa da inandırıram ki, heç kəs cürət etmirdi. Əlbəttə, mən bir polis dediyim kimi, rəisi kimi çıxıb tribunadan
Heydər Əliyevin hakimiyyətə gətirilməsini Müsəllimov hakimiyyətindən tələb etdi. O devirdə əlbəttə çox böyük təzyiqlər, təsirlər, ancaq əlbəttə bunlara əhəmiyyət vermədik. Azərbaycan televiziyasında da çıxış etdik, həmin çıxışlarımızı təkrar etdik. Bir sıra qəzetlərdə getdi həmin devirlərdə. Əlbəttə, bugün çox danışmaq olar. Azərbaycanın bugünkü səviyyəsi artıq dünya səviyyəsindən müqayisə olunan dərəcədə böyükdür. İnanın ki, mən Dağlıq Qarabağda oldum bu yaxınlarda, yayda, Xan kəndində. Və mən vurğulamışam mənim öz Qarabağla əsərimdə. Biz 70-ci illərdə Xan kəndinə getmək, bu vaxt Stepanakert idi, inandırıram, çox təhlükəli idi. Bizə qarşı təzyiqlər var idi, nə bilim, söz atırdılar, davaya çəkirdilər. Ancaq təbii mən inanmırdım ki, Xan kəndi Azərbaycan ərazisi kimi bugünkü miqyasda dünyada tanınacaq. Əlbəttə, burada da ulu öndərimizin siyasəti və müasir devirdə prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində biz buna nail olduq. Əlbəttə, bir daha Allah ulu öndərimizə rəhmət eləsin. Azərbaycanımız 60-cı, 70-ci illərdə heç Sovetlər İttifaqında tanınmırdı adını. Heç kəs Azərbaycan ləhcəsində deyə bilmirdi. Bugün isə Azərbaycan dünyanın, mən deyərəm ki, bütün ölkələrində, Amerika Birləşmiş Ştatları, Avropa, Asiya, İslam dünyasında, Türk aləmində sayılır, seçilir. Və Allah qismət eləyəcək ki, bundan da yaxşı günlərimiz olacaq. İqtisadiyyatımız daha da güclənəcək, korrupsiya qarşı daha ciddi addımlar atılacaq. Tezliklə əgər Respublikamız bu bəladan da canlı qutarsa, inandırıram ki, dünyanın ən xoşbəxt, ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək. Bir daha Allah ulu öndərimizə rəhmət eləsin. Sağ olun. Bəli, bugün ömrünü ölkəmizdə qurub yaratmağa həsr etmiş ümummilli lider Heydər Əliyevin gərgin və əməli fəaliyyəti nəticəsində Azərbaycana Qafqazda strateji bölgə kimi dünyanın diqqəti daha da artdı. Milli dövlətçiliyimizi qoruyub saxlamaq mümkün oldu. Azərbaycanda demokratiyanın inkişafına, insan və vətəndaş hüquqları, həmçinin azadlıqlarının bərqərar olmasına nail olundu. İqtisadiyyatda tənəzzülün qarşısı alındı. Heydər Əliyev məktəbinin davamçısının gərgin əməyi sayəsində ölkəmizdə sülh və asayiş bərqərar oldu. Ruhun şad olsun, dahi.